Tunç dövrü, eramızdan əvvəl 4-cü minillikdən başlayan dövr və Azərbaycan döyüşçüsü. Özünü müdafiə üçün ən güclü silah, nizə və topuzlar idi. Sonraki dövrlərdə Azərbaycanın zəngin sərvətli ərazilərinə yadellilərin marağı artmışdı. Müdafiə üçün yeni silahlardan istifadə olunmalı idi. Arxeoloji qazıntılar zamanı aşkarlanan qəliblər isə deməyə əsas verir ki, o zamanlar Azərbaycanda yeni silahlar istehsal olunub. Azərbaycanın müxtəlif iri şəhərlərində Gəncə, Bakı, Şamaxı, Lahıc, Ordubadda, Naxçıvanda və başqa digər regionlarımızda xüsusi silah istehsal edən emanatxanan olmuşdu ki, bu emanatxanalarda silahsazlar demək olar ki, bir nəslin nümayəndələri ancaq silahla, yəni istehsalı ilə hazırlanması ilə məşğul olurdu. Belə ki, bu silah hazırlanmasının sirləri kənara çıxmırdı. Qədim zamanlarda Azərbaycanda ən çox istifadə olunan silah qılınc olub. İlk vaxtlarda qılıncların iki tərəfi də kəsici idi. Amma dəbilqələri deşə bilmək üçün sonralar aypara formalı və sivri uclu qılınclardan daha geniş istifadə edilib. Tərcüməsi Şir çaynağı edən aypara formalı şəmşir qılınclarına üstünlük verilirdi. Bu qılıncların doğrama, kəsmə, deşmə qabiliyyəti, yəni düztiyəli qılınclardan xeyli fərqlənirdi. Təbii ki, qılınc döyüşləri zamanı müdafiə üçün döyüşlərdə qalxanlardan geniş istifadə olunub. Azərbaycan ərazilərində ilk əvvəllər böyük qalxanlara üstünlük verilibsə, sonralar daha kiçik və poladdan olan qalxanlardan istifadə edilib. Qalxanların üzərində müxtəlif rəmzlər əks olunub. Ən geniş yayılmışı isə günəş rəmzi olub. 19-cu əsrin əvvəllərində həmin dövr üçün Azərbaycanda artıq daha müasir silahlardan istifadə edilirdi. Bu isə Azərbaycan döyüşçüsünün həmin dövrdəki modelidir. Başında dəri papaq, əynində mahud çuxa, uzun boğaz çəkmə və ən çox istifadə edildikləri silah isə çaxmaqlı tapança idi. Bu dövrdə Azərbaycanda toplardan da geniş istifadə edilib. Azərbaycanda istehsal olunan zəmburək toplarına qonşu xalqlar da böyük maraq göstərir. Bu isə Rusiya ordusu tərkibindəki Azərbaycan alaylarının döyüşçüsüdür. O zaman döyüşçülər yalnız iki silahdan istifadə edirlər. Biri tüfəng, biri isə qılınc. Nəyə görə? Ona görə ki, onlarda yalnız 10 güllə tutan vəznə qabı var idi ki, bu da tüfəngdən yalnız 10 atımlıq istifadə etməyə şərait yaradır. Ona görə döyüşün qalan hissəsini artıq güllə bitdikdən sonra qılıncla davam etdirirdilər. Müasir dövrdə isə Azərbaycan Qafqazın ən böyük hərbi gücə malik dövlətidir. Quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri ən son hərbi texnikalara təchiz edilib. İqtisadiyyatın sürətli inkişafı hərbi qüdrətin möhkəmləndirilməsinə də təsir göstərib. İndi Azərbaycan silahlı qüvvələri ən müasir silahları ilə regionun ən güclü ordusudur. Vüsal Qaraca, Əfqan Pənahoğlu, Lider TV.